Herkese salam dostlar, necəsiz? Uzun müddətdən sonra təkrar bir video paylaşıram. Yəni qəşəng bir vlog gələcək. Bu bir vlog gələcək. Bugün yenə bir çölə çıxmaq vəziyyəti var. Yəni bugün yenə dostlarımla görüşəcəm. Hazır görüşmüşkən də vlog çəkim dedim. Mən normalda çölə çıxanda hər zaman videolar çəkirəm, vloglar çəkirəm. Bu mən nə zaman çölə çıxsam gəzmək üçün o zaman baş verən bir hadisədir. Bəli. Saçlarımı ütüləyəcəm. Saçlarım qabarıqdır. Ütüləmək lazım saçlarımı ütüləyəcəyəm. Makyaj falan eləyəcəyik, qəşəng kombini yığacağıq sizlərlə birlikdə və hazırlaşıb gedəcəyik. Biraz evdən çalışdım, tez gedim çünki hər yerə mən gecikirəm. Bu xasiyyətimi yığışdırmaq üçün hər zaman evdən tez çıxmağa çalışıram. Artıq insanları gözlətməkdən sıxıldım, onlar da mənə gözləməkdən sıxıldılar. Bu arada fikir vermişsin, mən uzun müddət ara verərək videolar paylaşıram. Bəzən keyfim olmur, heç modum olmur, yəni makyaj video paylaşmaq üçün. Amma əslində mən video çəkəndə enerjim yüksəlir və daha çox xoşbəxt oluram. Siz qəşəng rəylər altına yazanda, bəyənilər çox gələndə enerjim yüksəlir. Amma bəyənilər düşəndə və dəstək az gələndə enerjim onunla birlikdə düşür və video çəkmə olan həvəsim düşür. Nəysə, irəliləyən zamanlarda niyə uzun müddətdir video paylaşmadığımı da sizə açıqlayacağım. İndi isə gedək saçlarımızı ütüləyək. Siz də mənimlə gəlirsiniz. Makyajı və kombini. Kombinim əslində demək olar ki, hazırca köynəyini qərar verməmişəm. Onu da canlı yayına açacağım, orada eləyəcəm. Makyajımla kombinimin köynəyini orada seçəcəm və yekun halımı sizə göstərəcəm. Saçlarım belədir. Qabarıqdır biraz. İstəyirəm səliqəli olsun. Əslində çölə çıxana yaxın ütülənməyim yaxşı deyil. Çünki tez qabaracaq. Tez bitirməyə çalışım. Çünki 10:30-da canlılaşacağımı demişdim. Ona görə də çalışım tez ütüləyim və 10:30-daki canlımızı açaq. Evdən biraz tez çıxım. Biz 12-də görüşməliyik. 12-yə çatım. Saat hal-hazırda 10-dur. Yəni 2 saat vaxtım var. Çox qısa bir müddət. Əsasən də bowlinqə oynamağa gedirik. Bowling üçün həyecanlıyam və uzun müddətli bowling oynamaq istəyirdim. Maraqlıdır mənə, topları ağırdı falan deyirlər. Bu arada bunu istifadə edəcəm, mən bunu çox sevirəm. Ləndirir, həm də sprey kimi istifadə edirəm. Niyə belə səs qaldı? Bu arada təzə yenə vlog gələcək. Bundan sonraki bir dənə vlogumuz da var. Çünki yenə çölə çıxıram. Mən də vaxt çölə çıxsam, onu da bilin ki, video gəlir. O necə biləcəksiniz? Mənim video paylaşmamla görüşəcəksiniz ki, Mələk artıq çölə çıxıb, harasa gedib. Belə yəni. Mən YouTube'a çox zaman gəzməyə gedəndə, harasa gedəndə videolar çəkirəm. Gündəlik həyatımda hər gün gəzməyə getmirəm. Və getdiyim zaman videolar çəkirəm. Və bunu xatirə olaraq bura çəkirəm ki, mənə xatirə olaraq qalsın. İrəli zamanlarda oturum açım ki, görüm Mələk haralar gedib. Həm dünya görüşüm artır, həm də getdiyim yerləri təkrar xatırlayıram. Yəni mənim üçün bu kanal xatirə kanalı kimi bir şeydir. Yaşlandığım zaman, irəli zamanlarda görə biləcəyiniz dəyişimlərimi, bəlkə dəyişdik, bilmək olmaz. Bilmədiyiniz bir şey deyim, ütüləməyə heç həvəsim yoxdur. Saçımı çox vaxt niyə ütüləməməyimin əsas səbəblərini də bilir. Saçlar çox tez yağlanır. Məncə düz saçların saçları tez yağlanır. Amma saçlarınızı həftədə, gündə, həftədə bir 4 dəfə yusaz, gündə 2 dəfə, bir dəfə yusaz, hər gün yusaz, əlbəttə ki, saç yağlanır. Onun üçün siz saçınızı həftədə 2 dəfə yumalısınız, dostlar. Normal standartı 2 dəfədir. Mən hətta bir dəfə yuyuram yağlanmasın deyə. Qorxuram da çox xoşlanmam saçlar. Yağlanmasın deyə bir dəfə yuyuram. Amma elə adam var ki, gündə 2 dəfə yuyur, nə bilim, hər gün yuyur. Sonra deyir, saçlarım yağlıdır. Bəs hər gün yağlı saçlar yağlı olacaq da, dostlar. Gərək 2 dəfə yuyasınız. Siz gün təyin eləyəsiniz, o günlər sadəcə 2 dəfə yuyasınız. Belə bir şey. Saçlarımı ütüləyim, gəlirəm. Dostlar, saçlarımı düzləşdirdim. Belə görsənir.
Sadəcə olaraq mən YouTube-dakı izləyicilər demişdim ki, mən canlı açacağam. Amma canlı aça bilmirəm. Çünki evdə internet yoxdur. İnternet ayın 1 olduğu üçün bağlanıb. Aşağı düşüb vurmağım üçün də gərək evə nəsə alam. Evə də nə almalıyam? Orada gedib gəlsəm, əgər mağazaya gedib gəlsəm, gecikəcəm görüşə. Canlını da açsam 20 dəqiqə falan canlı açmış olacağam. O da azdır. Ona görə qərarsızam. Geyinəcəyim şeylərdə canlıda sizdən soruşacaqdım ki, mən nə geyinim, nə eləyim. Amma hamısı hal-hazır suya düşdü. Saçımı ütülədim, bütün vaxt getdi. İndi gərək makyaj eləyib çölə çıxam. Çünki saat artıq 11-dir. Tez bir şəkildə makyaj eləyib çölə çıxmalıyam. Geyinəcəyimdə 2 cür köynək var. Biri qırmızı köynəkdir. Biri də ki boz köynəkdir. Qərar verə bilməmişdim hansını geyinim. Artıq onu indi geyinib baxıb qərar verəcəyəm. Neyse kombinə qərar verək. Baxın bu şalvarı geyinəcəm. Üstünə köynək lazımdır. Evet dostlar, belə görsənir. Şalvarın əynimdən düşməsi dışında heç bir problem yoxdur. Neyse dostlar, vaxtım yoxdur, məcbur belə geyinəcəm. Əslində bundan qızıl yaxşı gedir, amma mən gümüş taxacam. Çünki paltom boz rəngdədir. Dırnaqlarım da gümüşüdür. Belə göstərmişsəm. Dırnaqlarım gümüşüdür. Paltom da gümüşüdür. Ona görə də gümüş taxacam. Sırqalarımı taxım. Tez bir şəkildə. Saçımı bu arada belə eləyəcəm. Belə eləməyi düşünürəm saçımı. Kənara atacağım, yəni bir tərəfə atacağım. Birisi köynəyi tapmadım. Və axtarmağa da vaxtım yoxdur. Əslində səhər onda durmuşdum. Ona qalmış durmuşdum. Biraz tez durdum ki tez hazırlaşım. Vaxtımı bilsiz nə yapardım? Saçımı ütüləməyim. Tez indi makyaj edeyim və gedim. İstifadə edəcəyəm. Mənim klassik tonallim. Üstümə tökməyim. Dünən şalvarımı üstü tonallim tökmüşdüm. Zaten uşaqlarda flamasterlə şalvar yazıblar. İnşallah ləkəsi çıxar. Bir dəfə də yazmışdılar. Amma ləkəsi çıxdı. İnşallah bu dəfə də çıxar. Bu arada kipriği falan koymak istəyirdim. Ama deyəsən qoya bilməyəcəyəm. Çünki kipriği koymaq çox vaxt aparır. Ancaq hava küləklidir. Kipriği koysam rahat olmayacağım. Ama qəşəng bir liner çəkməyi düşünürəm açığı. İnşallah onlar qəşəng bir liner çəkəcəyəm. Başımda dostlar nə deyirdilər ona? Kəpək çıxıb. Qaşımda kəpək var, zarafatsız deyirəm. Sizin heç qaşınızda kəpək olub? Hal-hazırda mənim qaşımda kəpək var. Nəsə qabıqlanma verib, bilmirəm niyə elə olub. Və aralarından görsənir. Böyle bir saçmalık yani, təsəvvür edirsiniz. Nəysə, liner çəkəcəyəm. Biraz çətin çıxır. Bu liner çox qəşəngdir bu arada. Hər videoda göstərirəm. Reklam elədim dəmir. Linerim hazırdır dostlar. Belə. Allah vuraq. Gördüğünüz kimi fərqli bir kontur edirəm. Aha. Kız nə iş görür deməzdən öncə sonuna qədər izləyin dostlar. Kontur çünki belə yöntemlə də etmək olur. Mən bunu hətta paylaşmışdım. YouTube'da shorts'da var. Bunu necə etdiyim. Bu şekilde eləyəcəm. Belə.
Heç nə olmaz. Zəhmət olmasın. Sadəcə gəzsən elədim. Gəlsin. Qəşəng gedirdi, amma burada biraz getdi ya. Məndə də biraz. Heç kim ata bilmir. Ay Allah, ay Allah. İndi mən. Olar YouTube-a paylaşım. Olar. Yes. Ben de paylaşım falan. Məşhur edeyim size. Git sen de Tamara. İndi. Ha git abi. Vaktimiz gelir. Heç kim ata bilmir. Bir abur olduk. Ne kadar? Getdik. Ayda, ayda. Dişin olmaz, dişin olmaz. Tamara xanım, atın. Atın baxaq. Çəkir də çəkdirək, yaxşı. Ya onu da çəkim. Xanımdan üstün bərəm. Sən ne? Bir sen onu hiç sata bilmedin ya. Bir abur olduk. Oba! Qəşəng. Hoş bak. Geçiyor oldu. Bu nədir? Bu nə? Bu nə? Dostlar, gedirik. Evet. Hə, dostlar, artıq evdəyəm. Deməli, gecə gəldim, gördüyünüz kimi gec gəlmişəm. Getdim, oradan işə çıxdım, işdəydim, danışa bilmirəm. İşdəydim və indi evə gəlmişəm, makyajımı çıxaraq bir yerdə yeməyimizi yeyək və yataq. Sən nə yedin bəs? Ondan varsa ondan balın ki. Ondan yarım kilolu şeyle karı. Evet, şeye katacağım. Bu arada süren geçiyor biliyorsun değil mi? Biliyorum. Bir tane tavuk, bir de o dediğin çorbalıktan yarım kilo istiyorum. Makyajımızı silərik. Və dostlar, vlogu bağlamağı unutmuşam desəm yalan olar. Çünki axşam makyajımı təmizlədim və çox yorğun idim. Yemək yedim və sonra da yatdım. Yemək yedim, telefona baxdım, sonra yatdım. Səhər tez durmuşdum, hazırlaşmışdım. Getmişdim orada görüşmüşdük, eləmişdik. Sonra da oradan da işə getmişdim deyə yorulmuşdum açığı. Bu arada videonun başında sizə deyirəm ki, irəliki zamanlarda niyə uzun müddət video çəkmədiyimi açıqlayacağam. Amma açıqlamamışam. Yadımdan çıxıbdı. Nəysə, uzun müddət niyə video çəkmədiyimi olacaqsam əgər, mən universitetə hazırlaşırdım. İngilis dili üzrə hazırlaşırdım. Yalnız ingilis dili üzrə hazırlaşmışam. Azərbaycan dilini özüm oxudum qaydalarını. Riyaziyyatı da hazırlaşmadım. Riyaziyyatı çox pis yazmışıq. Amma digər fənləri yazmışam. Bilmirəm nə qədər bal gələcək. Sizinlə bir yerdə baxacağam shortsda inşallah. Görək nə qədər bal almışam. Görək imtahanı, qabiliyyət imtahanına gedə bilirikmi, gedə bilmirikmi onu tam bilmirəm. Cavabların açıqlanmağını gözləyirəm. Böyük ehtimal ki 19'u falan belə açıqlanacaq. Belə gözləyirəm, yəni bir aya falan açıqlanır, biraz gec açıqlanır. Gözləyirik, görək necə olur. Sizlə bir yerdə də baxacağıq cavablarımıza və qabiliyyət imtahanına hazırlaşacağam. Qabiliyyət imtahanına da kanal açmışam, rəsmlə bağlı bir kanal açmışam. O kanalda əlimdən gəldiyincə aktiv olmağa çalışacağam və sizə rəsm qabiliyyət üzrə necə hazırlaşmaq olduğunuzu, necə çəkməli olduğunuzu, mən öz texnikalarımı, öz yöntəmlərimi sizlərlə paylaşacağam.
Belə yəni hal-hazırda oxumuş, bitirmiş biriyəm əslində. Adranın nəzdində oxumuşam. Amma təkrar vermək istəyirəm, görək necə olur. Balım yaxşı gəlsə, niyə də olmasın təkrar oxumaq. Bu səfər universitetini bitirmək istəyirəm yəni. Belə yəni. Nəysə, videonu bura qədər izlədiysəniz, kanalıma abunə olmağı, videonu bəyənməyi və mənə dəstək olmağı unutmayın. Nə qədər çox dəstək olsanız, bir o qədər çox tez-tez videolar görəcəksiniz. Həvəslənməyim üçün dəstək olmağı unutmayın. Sizləri sevirəm. Bye bye.